Ağcabədinin Hindaq qəsəbəsində orta məktəb binası yanıb. Yanğın əvvəlcə dam örtüyündən başlasa da qısa zaman içərisində bütün sinif otaqlarını bürüyüb. Dərhal əraziyə Ağdam və Ağcabədi rayonlarından yanğın söndürən texnikalar, həmçinin canlı qüvvə cəlb olunub. 2 saat davam edən yanğın söndürülüb. Məktəb binasının dam örtüyü tamamilə yararsız hala düşüb, sinif otaqlarından isə yalnız partaları və dərs ləvazimatlarını çıxarmaq mümkün olub. Yanğının elektrik naqillərindəki qısa qapama nəticəsində baş verdiyi ehtimal olunur. Məktəbdə təhsil alan 215 şagird dərslərini müvəqqəti olaraq qəsəbədəki digər məktəb binasında davam etdirəcək. Qeyd edək ki, yanğın baş verən əraziyə Ağcabədi rayon icra hakimiyyəti nümayəndələri də gəlib. Hazırda təhsil ocağında qeydə alınan hadisə ilə bağlı geniş araşdırmalara başlanılıb. Yanğının hansı səbəbdən baş verməsi də məhz araşdırmalardan sonra məlum olacaq. Kübra Bayramova, Şamxal Cəliloğlu, Səs TV, Ağcabədi.